İsmayıllı rayonunda dəmirbilək üzrə ölkə daxili turnir təşkil olunub. Yarış Azərbaycan Bodybuilding və Fitness Federasiyasının vitse-prezidenti Azər Məhərrəmovun dəstəyi, Dağlıq Şirvan Gənclər İdarəsinin rəisi Talih Həsənovun təşəbbüsü ilə keçirilib. Tədbir başlamazdan əvvəl dövlət himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnirdə ölkənin ən güclü idmançıları arasında Unfight qarşılaşmaları baş tutub. Rəsmi hissədə çıxış edən turnirin təşkilatçıları son bir il ərzində idmançıların qazandığı nailiyyətlərdən danışıb, qarşıdakı ildə onlara yeni uğurlar arzulayıblar. Digər çıxış edənlərsə bu cür yarışların regionlarda keçirilməsinin gənclərin idmana marağının artırılmasında və sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildiriblər. 5 raunddan ibarət olan yarışda qalib idmançı müəyyən edilərək medalla təltif olunub. Bugünkü İsmailiyədəki olan yarışımız demək olar ki, profesional liqadan seçilmiş idmançılarımızdır. Hamısı Avropa Dünya Çempionatlarında iştirak edilmiş idmançılarımızdır. Bu format olarak profesional formada götürmüşük. 5 güləşdən ibarət yarışımız keçiriləcəkdir. Hər idmançı, yəni setka yarışı olmayacaq. Hər idmançı bir-birindən 5 dəfə güləşəcəklər. Qalibimizə də medalla təqdim olunur. İnşallah Avropa çempionatında, dünya çempionatında yenə komandalar arasında birinci yer bizim dövlətçi seçilər. Bizim idmançılar seçilər. İdmançılarımıza da uğurlar hazırlayıram. O güclü qalib gəlsin, xatasız, balasız, zədəsiz. Belə tədbir İsmailiyədə keçirməyimizdə məqsəd o idi ki, idmançılarımız sağlam ruhda yaşasınlar, daim idmanla məşğul olsunlar. İnşallah 2025-ci ilin biz üçün çox uğurlu oldu. Dünya çempionatı Azərbaycanda idi, ölkəmizi layiqində təmsil etdik və bundan sonra da təmsil etməyə davam edəcəyik. 2026-da da bütün idmançılarımıza uğurlar olsun. Bol-bol medallarla Azərbaycan bayrağını qaldırsınlar. Bu turnirdə iştirak edən bütün idmançılar tamamilə güclü idmançılar idi. Dünya çempionları idi, Avropa çempionları, Azərbaycan çempionları idi və həqiqətən gərgin mübarizə apardılar və gözəl iştirak etdilər. Rafiq Həsənov, Elçin Məlikov, Sona Buhnina, Həcər Həsənova bugün informasiya proqramı üçün.